Təhsildə Keyfiyyət Təminatı Agentliyi mart ayı üzrə 273 müraciətçinin 222-si barədə müsbət qərar verərək müvafiq şəhadətnamələr təqdim edib, 51 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə ARB 24-də agentliyin şöbə müdiri Rövşən Nəzərov deyib. Daha ətraflı məlumatı isə bizə əməkdaşımız Arzu Aliyar çatdıracaq. Hər vaxtın xeyirli olsun Arzu, buyur söz sizdə. Hər vaxtınız xeyir, mən də sizləri salamlayıram. Bəli, sənin də vurğuladığın kimi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi mart ayında daxil olan 273 müraciətdən 222-sinə müsbət qərar verib, belə ki, 51 müraciət isə rədd edilib. Hazırda bu mövzu ilə bağlı yanımda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İnformasiya və İnsan Resursları şöbəsinin müdiri Rövşən Nəzərov var. Gəlin, əsas detalları məhz ondan eşidək. Salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi, xarici dövlətlərin ali təhsil müəssisələrindən əldə olunmuş kvalifikasiyaların ölkə ərazisində qüvvədə ola bilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmanın həyata keçirilməsi qanunvericiliklə təsbit olunmuşdur. Biz bu tanınmanı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçiririk. Mart ayı üzrə statistikaya nəzər saldıqda 273 müraciətçinin 222-si barəsində müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim olunmuş, yalnız 51 müraciət mənfi qərarla yekunlaşmışdır. Mənfi qərarla yekunlaşan müraciətlərin səbəblərinə gəldikdə isə tədris yükünün mənimsənilməsi üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, təhsil forması, bundan əlavə dövlət nümunəli olmayan diplom, başqa sözlə saxta diplom, həmçinin akreditasiyasız ali təhsil müəssisələrini göstərə bilərik. Ölkələr üzrə ən çox müraciətlərə gəlincə isə biz ən çox müraciət olunan ölkələrə nümunə olaraq Türkiyə Respublikasını, Rusiya Federasiyasını, Ukrayna, Birləşmiş Krallıq, Gürcüstan və s. ölkələri nümunə göstərə bilərik. Bundan əlavə ən çox müraciət olunan ixtisaslara gəlincə isə biz iqtisadiyyat ixtisasını, həmçinin biznesin təşkili və idarə edilməsi ixtisasını, menecment ixtisasını, maliyyə ixtisasını, dövlət və bələdiyyə idarə etməsi ixtisasını göstərə bilərik. Xüsusilə vurğulamaq istədiyim bir məqam vardır ki, qeyd etdiyimiz kimi çox təəssüflər olsun ki, vətəndaşlarımız tərəfindən bizə müraciətlər əsasında biz onlara aşkarlayırıq ki, saxta diplomlar, başqa sözlə dövlət nümunəli olmayan diplomlarla rastlaşırıq. Vətəndaşlarımıza agentlik olaraq bir daha bu məsələdə diqqətli olmalarını xahiş edirik. Çünki bəzi hallarda bəzi xarici təhsil şirkətləri müvafiq elanlarında vətəndaşlarımızı aldadaraq sanki onların təhsillərinin legallaşdırılması və hətta agentlik tərəfindən tanınması ilə bağlı yalan vədlər verirlər. Biz Təhsildə Keyfiyyət Təminatı Agentliyi olaraq bir daha vətəndaşlarımızın nəzərinə çatdırmaq istəyirik ki, TKTA heç bir xarici təhsil şirkəti və yaxud yerli təhsil şirkəti ilə eyni zamanda universitetlə, heç bir vasitəçi ilə əməkdaşlıq etmir və onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Bir nüansı da qeyd etmək istərdik ki, yaranan problemlərlə və anlaşılmazlıqlarla bağlı vətəndaşlarımız Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 146-8 çağrı mərkəzinə müraciət edərək və yaxud info@tkta.edu.az elektron poçt ünvanına yazaraq müvafiq məlumat əldə edə bilərlər. Çox təşəkkürlər, çox sağ olun. Bəli, bizim çatdıracaqlarımız bu qədər. Söz yenidən xəbər mərkəzindən.